Bir gün Muaviyə cemaat namazına rəhbərlik etmək üçün məscidə gəldi. Namazda həmişə olduğundan çox adam var idi. Muaviyənin xoşuna gəldi və özündən razı cemaata nəzər saldı. Əmr ibn As onun bu halını görüb yaxınlaşıb dedi ki, çox da qürur eləmə. Bu cemaatda ağıl olsaydı, əlini seçərdilər. Muaviyənin sifəti turşudur. Namazdan sonra Əmr ibn As izin istəyib minbərə qalxdı. Xütbə etməyə başladı. Xütbənin sonunda dedi ki, Həzrəti Rəsulallahdan eşitmişəm ki, hər kəs dilinin ucunu, burnunun ucuna çatdırsa, Allah ona cənnəti vacib edər. Bu sözlərdən sonra bütün məsciddə olanlar dillərinin buruna çatıb-çatmadığını yoxlamağa başladılar. Əmr ibn As minbərin yanında əyləşən Muaviyəyə elə bunu nişan verərək cemaatın ağılsız olduğunu bildirmək istəyirdi ki, gördü Muaviyə özü əbasını cemaat görməsin deyə qaldırıb öz dilinin burnuna çatıb-çatmamasını yoxlayır. Minbərdən enib Muaviyəyə yaxınlaşıb qulağına dedi, bu cemaat axmaqdır və elə buna görə axmaq xəlifə istəyirlər. Əli bu cemaat üçün heyfdir.